618-ci sualda qardaş soruşur ki, süni intellektdən doğru dini soruşmaq olar. Bəzən soruşurlar, deyirlər ki, süni intellektdən. Deyirlər ki, doğru din hansıdır? Bizə doğru din barəsində xəbər ver. Belə videolar qarşımıza çıxır. Ümumiyyətlə, belə videolarla İslam'a dəvət etmək olmaz. İslamın belə şeylərə ehtiyacı yoxdur. İslamı Allahın sənə buyurduğu kimi çatdır insanlara. Doğru dini bilmək üçün, insanlara çatdırmaq üçün doğru dinin gözəlliklərini insanlara çatdır. İslamın gözəlliklərini İslama çatdır. İslamın gözəlliklərini insanlara çatdıran alimlərin dərslərini insanlara paylaş. Yoxsa sən belə eləyəcəksən, başqası da çıxıb başqa cür video çəkib paylaşacaq ki, hə, doğru din bu imiş. İnsanları siz aldadırsınız. Belə şeylər çox olur. İnsanlar gəlir, heç süni intellekt olmasın. Dini düzgün çatdırmayan insanlara fəsadı çox böyük olur. Ona görə də alimlərimiz bizi İslam dinini doğru düzgün çatdırmağı öyrədir. Yəni necə lazımdır? Quranı, hədisləri, alimlərin sözlərini çatdır.